Legioner idmançı gələndə bizimki daha da həvəsdən düşür. Amma o fikirləşmir ki, bu səndən ötərə gəlib də. Açığını söyləsəm, yəni qızıl haqqında düşünmürdüm. Bəlkə də o bizi məcbur edib, o bizə stimul verib ki, əziyyətlərə biz dözək. Gürcülərin futbolu bizim futbolumuzdan çıxışlarına baxsaq, biraz qabaqdadır. Azərkeşlərimizin gördüyü bizim qələbəmiz və yaxud da məğlubiyyətimizdir. Bu dəqiqə ona nə desən xeyri yoxdur, heç nə deməli xeyri yoxdur. Güləşdə arzularım yarımçıq qalır. İnsanlarımız bunu biraz agresiya ilə qarşılayırlar ki, Təsəvvür edirsiniz dostlar, 4-cü mərtəbədə başlamışdıq. İndi isə 24-cü mərtəbədəyik. Bilirsiniz nəyə görə? Çünki yüksək qonaqlarımıza yüksək bir münasibət və bu dəfə yerimiz çox sağ olsun təşkil edər bizə Hiltonlar, bizə təşkil edər bu yeri və bizim qonağımız dostlar, Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Güləş Federasiyasının vitse-prezidenti və özü Olimpiya çempionu Fərid Mənsur. Fərid müəllim, xoş gördük sizi, xoş gəldiniz. siz sağ olun. Mən də minnətdaram. Demək istərdim ki, bizim ilk növbədə bizim bu podkastımız ona görə baş tutur ki, bizim çox gözəl dəyərli sponsorlarımız var. Push 30-da hansı ki, həmişə idman tərəfindədir və idmanı təbliğ edir və siz də idmanı təbliğ edən insanlardansınız. Bilirik ki, dünya çempionatı başlayır, yeni yetmələr arasındakı dünya çempionatı. Bilmək istərdik, siz bir təşkilatçı kimi nə çətinliklərlə qarşıladınız və bu çətinliklərin öhdəsindən necə gəlirsiniz? Ən çətinliklər oldu dünya çempionatında hazırlamaqda. Çox sağ olun. Biz ki, bu ayın 27-sində bizim açılış mərasimimiz olacaq. Eyni zamanda yarış güləşçilərimiz həmin gündən starta başlayırlar, Yunan-Roma güləşçilərimiz. Və təbii ki, bu dünya çempionatının ölkəmizdə keçirilməsi bizdən ötəri çox qürur verici bir andır. Eyni zamanda idmana göstərilən, cənab prezidentimiz tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsidir. Eyni zamanda Azərbaycan dünya arenalarında təşkilatçılıq baxımından yüksək səviyyədə olduğunu göstərən bir məqamdır. O yüzden rahatçılıqla dünya çempionatı ölkəmizdə keçirilməsinə Dünya Güləş Birliyi razılıq vermişdir. Və inanıram ki, bu yarış çox gözəl açılış mərasimindən başlayacaq və sağ-salamatçılıqla, təhlükəsiz qaydada da başa çıxacaqdır. Fərid müəllim, medal sayından nəsə məqsəd qoyulubmu və ən çox kimə inam var? Ola bilər sərbəst güləşçilər, ola bilər Yunan-Roma, ola bilər qızlar. Bilirsiniz, bizim əsas məqsədimiz bu yarışı keçirməkdə, ölkəmizdə güləşi təbliğ eləməkdir və eyni zamanda güləş sevərlərə və yeniyetmələrə canlı göstərmək bu dünya birinciliyini, dünya çempionatını. Təbii ki, proqnozu söyləmək heç vaxt xoşlamamışam əvvəlcən proqnoz söyləməyi və həm yeniyetmələrimizdə, qızlarımızda, sərbəst güləşçilərimizdə, eyni zamanda Yunan-Roma güləşçilərimizdə tam heyətlə çıxış edəcəklər və bizim əsas məqsədimiz onlar üçün bu bir trampolindir. Eyni zamanda təbii ki, biz çox sevinərik ki, medallarımız nə qədər çox olsa, yüksək əyyarı medallarımız nə qədər çox olsa, o qədər də sevinərik. Ancaq mən sizə söyleyeyim ki, biz əgər bütün nəticəyə köklənsək, onda mən elə fikirləşirəm ki, biz keyfiyyəti itirmiş olarıq. Çünki bu yeniyetmələrdir. Bizim əsas məqsədimiz yeniyetmələrimiz yarış görsünlər, yeniyetmələrimiz rahat öz doğma divarlarında rahat çıxış eləsinlər və medal olacaq, inanıram ki olacaq. Amma hansı əyarlarda medal olacaq, onu söyləmək doğrudan da çətindir. Çünki bu yeniyetmələrdir. Bilirsiniz, yeniyetmələrdə o qədər qarışıq gedir ki, bu məsələlər. Görürsünüz ki, bu günlərim Avropa birinciliyin qalibi olub, müəyyən vaxtdan sonra dünya birinciliyində gedir bir görüş keçir və yaxud da tərsinə Avropa birinciliyində bir görüş məğlub olubdur və medalsız qalıbdır, gəlir dünya çempionatına, dünya birinciliyində birinci yerə layiq görülür. Yəni əsas məqsəd ondan ibarətdir ki, əsas yeniyetmələrimizə fəndlərin düzgün icra olunmasını aşılayaq. Eyni zamanda arenalara çıxanda o arenanın ağırlığını, necə deyərlər, o arenanın hiss eləsinlər ki, dünya arenası nədən ibarətdir. Eyni zamanda yenə deyirəm, əsas məqsəd də güləşi təbliğ eləmək. Bilirsiniz, mən eyni zamanda fürsətdən istifadə edib bütün azərkeşlərə, bütün valideynlərə
demək istəyirəm ki, gəlsinlər, yarışlarımızı izləsinlər, öz övladlarını özlərindən götürsünlər, asudə, sərbəst öz övladlarına bir gözəl vaxt keçirsinlər. Biri var güləşi və yaxud da hər hansı bir idman növünü biz təbliğ edirik şifahi formada. Ancaq bu dünya birinciliyində gəlib onlar həm güləşçilərimizi görə bilərlər, həm də dünyanın bir çox, birisi ki 60-dan çox ölkədən 700-ə yaxın idmançı bu dünya çempionatında iştirak edəcəkdir. Gəlib onları məncə canlı azarkeşlik eləmək bu ayrı zövqdür. Eyni zamanda yeniyetmələrimizi ən böyük təbliğat elə budur. Elə məqamlar olur ki, idmançı yeniyetmələr arası, yəni ki, medal da qazanır, amma böyüyəndə, keçəndə itirilir. Əsas problem nədən ibarətdir? Bunun bir çox səbəbləri var. Şəxsi tərəfdən olan səbəblər də var və bir balaca sistemin hardasa deyərdim ki, bu tərəfdən müsbət və mənfi tərəfləri də var. Məsələn, bir idmançı əgər yeniyetmələrdə nəticəsi yoxdursa, biz bilirik ki, Nazirlər Kabinetinin qərarıyla dünya və Avropa çempionatlarında nəticə qazanan idmançılar əsasda olimpiya idman növlərində onlar instituta imtahansız qəbul olurlar. Bəli. Amma görürsünüz ki, bəzi idmançılar nəticə qazanırlar, qəbul olurlar. Bəzi idmançılar nəticə qazanmırlar. Məsələn, ikinci yerə çıxan, üçüncü yerə çıxan idmançıların dünya və Avropa birinciliklərində iştirak etmək şansları olmur. Ona görə də onlar, necə deyim, artıq gedib imtahanlarda iştirak eləməli olurlar. Və imtahandan da kəsiləndə ondan sonra gəlir hərbi xidmət və bir idmançı gedib il yarım hərbi xidmətini çəkirsə, təbii ki, bu bizim hər birimizin vətən qarşısında bu bizim xidmətimizdir, qulluğumuzdur. Bunu mütləq şəkildə öz, necə deyərlər, borcumuzu yerinə yetirməliyik. Amma professional idmandan söhbət gedirsə, o da dünya arenalarında medal qazanmaq, bayrağı qaldırmaq, himni səsləndirmək, o da vətənə xidmət, o da vətənə bir qulluqdur. Amma belə idmançılar gedib hərbi xidmətdə il yarım hərbi xidmətlərini çəkəndə artıq onların yenidən idmana, professional idmana qayıdışı çox çətinləşir. Biraz bu baxımdan idmançıları itirmiş oluruq. Biraz bayaqlar dedim, şəxsi keyfiyyətlər olur. Görürsünüz ki, bəzi idmançılar müəyyən nəticələrə nail olandan sonra biraz da ailə nəzarətindən uzaq olurlar, məşqçi nəzarətindən uzaq olurlar və dırnaqarası deyərdim ki, bir dostlar əhatəsinə düşürlər. Bu tərəfdən də müəyyən dərəcədə idmançılarımızı itirmiş oluruq. O baxımdan mən həmişə söyləmişəm ki, idmançının birinci məşqçisi onun valideyni olmalıdır. Çünki valideyn, bunu bir məcazi mənada söyləyirəm mən, amma doğrudan reallıqda da belədir. Bilirsiniz, idmançı 2 saat, 4 saat şəxsi müəllimin yanında olur. Ancaq qalan 22 saat, 20 saatı valideyn nəzarətində olmalıdır. Valideyn biraz nəzarətsiz buraxanda təbii ki, nəticə qazanan idmançı da hələ yaş cavandır. İstər-istəməz müəyyən ətraf, müəyyən dairələrə düşür və həm idman, həm əyləncə mümkün deyil ki, paralel geçsin. Siz əyləncə dediniz və ondan əvvəl siz deyirdiniz ki, insanlar gərək baxsın, öz komandalarına dəstək olsun, güləşimizə dəstək olsun və nə düşdü yadıma? Mən professional KVN ilə məşğul olurdum. Yəni ki, gedirdim, Azərbaycanı təmsil edirdim Rusiyada KVN ilə və siz də gedirdiniz dünyada Azərbaycanı təmsil edirdiniz sərbəst güləşdə və eyni bizdə nə idi? Həmən bizim o Azərbaycanlıların gəlib bizə dəstək olmamız. Siz çıxış edəndə nə qədər bu dəstək sizə vacib idi, sizin özünüzə və siz bunu istəyirdiniz ki, bu olsun ki, siz daha da yaxşı çıxış edəsiniz. Nə qədər bu sizin üçün vacib idi? Təbii ki, bilirsiniz, biz hər il indinin özündə də federasiyanın vitse-prezidenti kimi, eyni zamanda Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi çox tədbirlərdə, beynəlxalq tədbirlərdə iştirak edirik, yarışlarda iştirak edirik və güləşən dövrlərdə də hər zaman azarkeşlər idman arenasını doldururlarsa, sənin udmaq həvəsin daha da çoxalır. Doğrudan belədir. Dəstək hiss edirsən. Dəstək hiss edirsən, bəli.
Mənim yanımdadır. Mən Olimpiya çempionu olmuşdum və biz Rusiyanın Tver şəhərində İvan Padumin xatirəsinə həsr olunmuş turnirdə iştirak edirdik və mən finalda Rus idmançısıyla qarşılaşdım və hakimlər tərəfindən haqsızlıqla üzləşirdim. 5 xallıq fənd tətbiq elədiyim halda mənim 5 xallıq fəndimə 1 xal hakimlər verirdi. Orada bizim Azərbaycanlılar, azərkeşlərimiz çox idi və onların o gürültülü səsləri inandırım sizi ki, hakimlərin fikirlərini yenidən dəyişməyə məcbur elədi. Bəli, onlar başa düşdülər ki, bu açıq-aşkar ədalətsizlikdir və 5 xal yerinə 1 xal vermək bu doğrudan da həqiqətən də çox ədalətsiz bir qərardır və hiss elədilər ki, o Azərbaycanlıların tribunada çoxluğunu gördülər, ehtiyatlandılar ki, müəyyən bir məsələlər baş verəcəkdir. Bunun özü həqiqətən böyük bir dəstək. Əlbəttə. Müəyyən bir məsələlər baş verəcəkdir. Necə Fərid müəllim dedi bunu belə akurat. Fərid müəllim, siz Olimpiyadadan öncə, Olimpiyadaya qədər böyük bir nəticəniz olmamışdı. Finallarda bitirdiniz, yarım finalda bitirdiniz və Olimpiyadaya gəldiniz. Olimpiyadaya gedəndə ilk məqsəd gedib qızılı gətirmək idi, yoxsa yaxşı nəticə ilə qayıtmaq? Bilirsiniz, Olimpiya 2004-cü ildən artıq 22 ildir. 22 ildir vaxt keçibdi. Afina Olimpiyadasından və o günlər bu günə qədər mənim xatirimdədir. Mən həmin yarışda Olimpiyada yollananda mənim 22 yaşım var idi. Təbii ki, mən açığını söyləsəm, yəni qızıl haqqında düşünmürdüm. Mən fikirləşirdim ki, medalla qazansam bu məndən ötəri böyük uğur olacaqdı. Çünki ondan qabaq ən böyük nəticəm böyüklər arasında ikinci yerə çıxmışdım. Və ondan öncə də gənclər arasında dünya birinciliyinin qalibi olmuşdum. Təbii ki, yeniyetmələrdə nəticəm var idi. Sadəcə tarixə nəzər salsaq, ən çox Olimpiya çempionları Toğrul Əsgərovun özü olsun, Elnur Məmmədli olsun, bizim Tayfunlar Radik Sayev olsun, Hidayət Heydərov olsun. Bunların hamısını nəzər yetirsə, təhlil etsək, əsas çempionluq olan dövrlər 20 yaşdan 25 yaş arasındadır. Bilirsiniz, cavan yaşlarda həm bərpa prosesləri tez olur, həm udmaq, belə deyəndə arzusu daha böyük olur. O yüzdən də fikirləşirəm ki, o yaşlarda əsas bizim çempionlarımıza nəzər yetirsə, Olimpiya çempionlarımıza hamısı yaşlarda oldular. Doğrudan belədir. Fərid, bəs indi yaş ötür, özünüz demişdiniz, 22 il əvvəl olmuşdu. Sizin də o vaxt 22 yaşınız var idi. Yəni, saya bilən bizim izləyicilərimiz, maşallah, hamısı saya bilir. İndi bilirsiniz neçə yaşınız var. Bilməsələr də Google var, hər şey yazılıb. Sözümü nəyə gətirib soruşacaqsınız, mən sizə deyəcəm. Fərid, indi bəs idman neçənci yerdədir? Belə idman, yəni ki, fiziki cəhətdən idman neçənci yerdədir sizin həyatınızda? Professional idmançılar, mən bunu söyləməklə biraz bəlkə də anti-reklam kimi olar. Amma professional idmançı olmaq hamımız bilirik ki, bu bir çətin yoldur. Bu bir zədəli, professional idman özü zədələr çox olur. Yəni, bu qaçılmaz bir haldır. Biz ümumiyyətlə çox vaxtı məşqlərimiz paralel olaraq həm zədələrimizi bərpa eləməyə çalışmışıq, həm də paralel olaraq yarışlara hazırlaşmışıq. Ona görə çətindir. Mən indi, təbii ki, indi 44 yaşındayım, amma mən yenə də idmanımı eləyirəm. O yüzdən bunu nəyə görə söyləyirəm? Mən idman eləməyəndə həqiqətən də tam səmimiyyətimlə deyirəm ki, mənim həyatımda nəsə çatmır, idman eləmədiyim anlarda. Mən idman edəndə həqiqətən də özümü çox xoşbəxt hiss edirəm. Eyni zamanda bu əhval-ruhiyyə mənim həm şəxsi işlərimdə, həm ailə həyatımda, ümumiyyətcə dostlarımla, əzizlərimlə rəftarımda da böyük təsir göstərir. Mən bu günlərim sizin verilişə gəlməmişdən qabaq da bu günlərim həftədə bir dəfə biz, bəli, veteran güləşçilərlə hər həftə yığışırıq. Həftədə bir dəfə adını düzdür, basketbol qoymuşuq. Amma bu basketbol bildiyimiz basketbol qaydalarıyla deyil. Amerikan futbolla basketbolun bir qarşılığına əmələ gələn bir oyundur. Mən indi də həmin oyunu oynayıb gəlmişəm. Yəni orada fən atmaq olar da, belə çıxır. Orada əsas məqsəd topu setkiyə atmaqdır, qalan nə istəsən elə. Qalan şeydə qayda yoxdur. Qalan qayda Təlim yoxdur. məşqlərdə mən görürəm ki, idmançılar həmişə oynayır onu, basketbol Bəli. oynayır. Basketbol futbolu olmalıdır.
Bilirsinizə görə o həm xalça üzərində biz oynayırıq onu və xalça üzərində oynayanda zədələr də az olur. Futbol elədir ki, bir ot örtüsü üzərində nə qədər olmasa onurğa daha çox yüklənir futbol oynayanda və bu dediyim bu oyun indi adını basketbol deyirik də. Bu oyun burada çox sürət tələb eləyir və o qədər sürətli gedir ki, necə deyim sizə, yəni topu bir an belə özündə saxlamaq variantı yoxdur da. Siz top gəldi, pas verməlisən və həmən yenə də ötürmək, kiminsə sənə pas ötürməsin, sən hər hansı bir yerini dəyişməlisən. Yəni bir insan bir yerdə qalmır, oyunçu bir yerdə qalmır. Elə çıxır ki, Çox sürətlidir. Elə çıxır ki, güləşirsiniz, amma həm basketbol, həm orada bir bazı dava elementləri, həm sürət, həm futbol. Maşallah hər şey var da. Yəni push 30-a oxşatdım. Yəni dediyini, Fərid müəllimin dediyini bizdə də Fərid müəllim bizim gözəl dəyərli sponsorumuz var, baş sponsorumuz da, hansı ki bütün idman növlərini birləşdirib bir tətbiqdə və hal-hazırda yeni yay kampaniyası da var, hardakı ailə üzvünü əlavə et deməli adlanır. Bu nə deməkdir? Bu deməkdir ki, push 30 istifadəçiləri istənilən ailə üzvünü bir kliklə əlavə edə bilər tətbiqdə və onunla birgə push 30-un bütün idmanlarından yararlana bilər. Odur ki, buradan mama ilə papaya deyim ki, hazırlaşın, biz gedirik golfa gələn həftə, yaxşı? Və Fərid müəllim, siz həmçinin Afrikadasınız, müşahidə şurasındasınız. Ümumiyyətlə futbola da yaxınsınız hardasa. İzləyirsiniz futbolumuzu, ölkə çempionatının, klubların oyunları, milli komandanı? Təbii ki, izləyirəm. Mən özüm ümumiyyətlə futbol oynamağı da çox sevmişəm. Eyni zamanda bizim klublarımızın da oyunlarını izləyirəm. Həqiqətən də keçən mövsümdə Qarabağ klubunun oyunları doğrudan da bizi çox sevindirdi. İndi bu il də bilirsiniz ki, ölkə çempionu Sabah klubu oldu. Eyni zamanda həm Sabaha, həm Zirə, həm Neftçi, həm Qarabağa, mən hamısına, bütün klublarımıza uğurlar arzulayıram. Və sevindirici hal ondan ibarətdir ki, artıq futbol sevərlər, necə deyim, yəni təkcə bir komanda üzərində yox, rəqabət artıq get-gedə qızışır. Ona görə çempionat daha maraqlı keçir. Yəni bunun özü eyni zamanda düzdür, tədricən futbolun inkişafını göstərir. Bəs milli komandadan gözləntiniz nədir? Milli komanda Çempionatımız inkişaf edib, rəqabət var. Geçtik, sıra futbola geçtik. Milli komanda düzdür. Biraz gözləntilərim elə də böyük deyil. İndi bu reallıqdır. Təbii ki, reallıqdır bu. Amma çox istərdim ki, indi milli komandamızda bizim müqayisə götürür. İndi Gürcüstanla müqayisə götürəndə təbii ki, həm əhali baxımından, həm futbola göstərilən diqqət qayğı baxımından biz Gürcülərdən qat-qat öndəyik. Amma müqayisədə baxırıq ki, Gürcülərin futbolu bizim futbolumuzdan, necə deyirlər, əsas dünya arenalarında çıxışlarına baxsaq biraz qabaqdadır. Bu da adamı təbii ki, mən də bir idman veteranı kimi mən də məyus edir. Amma inanıram ki, tədricən biz müəyyən uğurlara nail olacaq. Fərid müəllim, indi güləş üzrə milli komandamızda qayıdaq. Ona qayıtsaq, siz karyera vaxtı sizdə öz xarakteri də var idi. İndiki idmançılarda siz öz xarakteri kimdə görürsünüz? Ola bilər Ülvidə, ya da kimdə? Xüsusi qeyd edə bilərsiniz, sizə oxşar. Bilirsiniz, ümumiyyətcə hər bir idmançı, biz o idmançıların içi mən daxil həyat tərzlərinə fikir versək, biz görərik ki, hamısı sosial vəziyyəti aşağı olan ailələrdən gəlmişik. Və bəlkə də o bizi məcburi edib ki, o bizə stimul verib ki, biz o əziyyətlərə biz dözək, o yükləmələrə biz dözək. Xarakter dediyimizdə hər bir uşağın, mən elə fikirləşəm ki, xarakteri doğuluşdan dünyaya gələndə bir xarakteri var. Ailədə ona bir xarakter verilir və düşdüyü ətraf, düşdüyü cəmiyyət ona bir xarakter verir. Ona görə hər bir insanın xarakteri fikrimcə fərqlidir. Ancaq təbii ki, bizim güləşçilərimizin tək ülvünü demirəm, ümumiyyətcə hamısının xarakteri döyüşən xarakterlər var. Yəni döyüşən xarakter olmasa bunlar dünya, Avropa çempionatlarında
qalibiyyət qazanmazdılar. O xarakter. Bilirsiniz, biz çox vaxtı azərkeşlər idmançılarımızın, indi düzdür, əsas güləşdən danışırıq, amma mən ümumi bütün idmanı nəzərdə tuturam. Azərkeşlərimizin gördüyü bizim qələbəmiz və yaxud da məğlubiyyətimizdir. Ancaq ən çətin məqamları azərkeşlər görmürlər. O yarışlara hazırlıq dövrünü görmürlər. O yarışlara çəki salma prosesimi deyim, o yarışlara zədələrin olması, bayaq söylədiyim kimi zədəli yarışa hazırlaşmaq, bu doğrudan da böyük bir xarakter tələb eləyir də. O yüzden də mən deyərdim ki, ən maraqlı tərəfi də elə o tərəfdir. O səhnə yox, səhnənin arxası belə deyək də. O arxası mandraj da yaradır da. O mandraj hər şey oradadır. İnanın ki, elə hallar olur ki, bəzən idmançılarımız elə vəziyyətə gəlirlər ki, yaxınlaşıb ürəyin yanır, yaxınlaşıb nəsə bir könlünü almaq istəyirsən, nəsə bir söz demək istəyirsən və özün də yolu keçdiyinə görə fikirləşsən ki, bugün bu dəqiqə ona nə desən xeyri yoxdur, heç nə deməyin xeyri yoxdur. Ən salamatı onu bu dəqiqə, bir neçə dəqiqə onu tək buraxmaqdır. Öz-özündən tək qalsın, öz-özünü danlasın, ağlamaq istəyirsə ağlasın, qışqırmaq istəyirsə qışqırsın, amma öz-özündən qalsın. Çünki biz özümüz də idmançı olduğumuz dönəmlərdə bu həyatı keçmişik. Bir də görürdün ki, gəlirdi kimsə onu səni başa düşməyən adam düz xoş niyyətlə gəlib sənə bir xoş söz demək istəyir, sənə bir təsəlli versin. Həmin zaman sən biraz da qıcıqlanırdın. Belə deyim də, artıq əsəblərin maksimum həddə yad çatırdı. Ona görə elə bilirsiniz, idmançıya yanaşmaq da gərək, yanaşan adam gərək profesional olmalıdır. Hər belə deyim, idmanı sevən, amma profesional olmayan adam gəlib idmançıya yaxınlaşıb nəsə bir təsəlli, təbii ki, onun niyyəti sağlamdır, o təsəlli vermək istəyir, amma o niyyəti sağlam ola gətirib idmançıya ziyan yetirə bilər. Bəli. Məqamlar çox vacibdir. Fərid müəllim, bəs siz karyeranızı tez bitirmisiniz. 28 yaşında zədələr səbəbindən və həmən ərəfəyə qədər Olimpiya, Avropa və dünya çempionu olmuşdunuz. Mən 2 dəfə dünya çempionu olmuşam, bir dəfə dünya ikincisi olmuşam. Böyüklərdən təbii söhbət gedir. Böyüklərdən. Bir dəfə də Olimpiya çempionu olmuşam. Karyeranı bitirəndə nə qədər heyfsləndiniz tez bitirməyinizə, yoxsa bu udduğunuz nəticələr sizə bəs eləyirdi? Təbii ki, xeyr. Mən idman karyeramı belə tezliklə bitirməzdim. Çünki bugünkü günü siz görürsünüz ki, idmançılarımız təbii ki, yaradılan şəraitdən də çox şey asılıdır. Komandanın yığmaq komanda üçün hər bir şərait yaradılır. Vaxtı-vaxtına təlim məşq toplanışları, eyni zamanda əlavə idman qidalarına təmin olunurlar. Komandanın psixoloqu var, masajçısı var, həkimi var. Yəni komanda şəklində artıq formalaşmışıq. Amma mənim idmanı tez atmağıma səbəb zədələr, düzdür, çənəm qırılmışdı axırıncı və mən 5-6 aydan sonra bərpa olub yenə məşqlərimə başlaya bilərdim. Həm də Olimpiya oyunlarına 2 il vaxt qalmışdı. Sadəcə mənim idman atmağıma səbəb mənim anamın təkidlə mənim idmandan məşğul olmamamı istəməsi olubdu. Amma mən özümdə hər zaman belə deyərdim də, güləşdə arzularım yarımçıq qalıbdı. Ancaq anamın sözünü yerə salamamışam və idmandan ayrılmışam. Müəllim, indi cavan bir nəsil yetişir, hansı ki, güləşə çox böyük və ümumiyyətlə Azərbaycanda güləşə çox böyük bir maraq var. Sizin onlara tövsiyəniz nədən ibarət olardı ki, onlara bax bu tövsiyə onların idman yolunun əvvəlində və idman yolunun sonuna qədər həmişə yadına salıb köməkli ilə geçsinir. Bu sizin tövsiyə ilə. Bilirsiniz, biz gənclərimizə hər zaman söylüyoruz. İndi mən sizə bir də təşəkkür edirəm sizin vasitənizlə, eyni zamanda bizi izləyən idman sevərlər, valideynlər olacaq, idmançılar olacaq. Eyni zamanda onlar da bu fikirləşən ki, bu tövsiyələrdən ibrət götürsünlər. Çünki bilirsiniz, idman ömrü çox qısadır. Mən məsəl üçün söylədiyiniz kimi 28 yaşım heç tamam olmamışdı. Mən profesional idmanı bitirdim. Ona görə ilk növbədə mən həmişə yəni son zamanlarda ən çox təbliğ elədiyim məqam odur ki, idman və paralel təhsil. Bu mütləqdir.
Çünki bu reallıqdır ki, idmanla məşğul olanların əksəriyyəti təhsildə axsamaları olur. Ancaq nəzərə alsaq ki, idmançılarımızın beyni çox iti və çox sürətli işləyir. Ani məqamda qərar verməlisən ki, bu fəndi yox, bu fənd eləyəsən və yaxud da əks hücuma keçəsən. Yəni bundan ötəri beyin var ki, ona görə və beyin iti işləyir ki, buna qərar verə bilirsən. Amma paralel olaraq yaxşı, mütləq lazımdır ki, mən fikirləşirəm təhsilli olmaq. Təbii ki, elə elmlər var ki, biz onları dərindən olmasa da, amma bilməliyik, mütləqdir bu. Yüklənməni bilməliyik, qidalanmanı bilməliyik, psixologiyanı bilməliyik. Çünki bugün idmanla məşğul olan hər bir kəs idman karyerasını atandan sonra onların böyük əksəriyyəti gedib məşqçilik fəaliyyətinə başlayırlar. Və məşqçilik fəaliyyətinə başlayanda da bunlar da öz növbəsində bir ordunu məşq elətdirəcəklər. Yəni bunlar hazırladıqları yeniyetmələrə düzgün yüklənməni verməlidirlər, düzgün qidalanmanı izah eləməlidirlər. Uşaqların psixologiyasını, uşaqlara vətənpərvərin ruhunu artırmalıdırlar. Bundan ötəri də onların özləri ilk növbədə savadlı olmalıdır. Onların özləri ilk növbədə müəyyən fənlər var ki, onları belə deyim də, yenə deyirəm, ən azından müəyyən səviyyədə bilməlidir. Bu vacib bir məqamdır. Və idmançılara onu söyləmək istəyirəm ki, tək idman eləmək bu kifayət deyil. Yəni biz nəzərə alsaq ki, praktik olaraq mən çox görmüşəm belə halları. İdmançıdır, məşqini eləyir, mən deyir, həqiqətən də məşqini %100 eləyir. Məşqini verib bütün tapşırıqları yerinə yetirir. Ancaq ondan sonra gedib düzgün qidalanmasa, düzgün istirahət eləməsə, onun elədiyi məşq heç nə olur. Və bunu da həmişə aşılayırıq ki, nəzərdə saxlayın ki, düzgün məşq, düzgün qidalanmaq və düzgün istirahət bu vacibdir. Onda sən nəsə götürmüş olursan. Tək məşqi 100% eləməklə və düzgün qidalanma, düzgün istirahət eləmə, sən əldə elə bilməyəcəksən bir şey. Hamısı bir-birini tamamlamalı. Bəli. Fərid müəllim, ümumiyyətlə bu yeni yetirmələrdə elə bir problem yoxdur, amma yaşlı yəni ki, yaşlı idmançılarda biz görürük ki, bu problemlə rastlaşırıq. Əksəriyyəti böyük çəkilərdə, yüksək çəkilərdə legionerlərin ehtiyacımız var. Bu nə vaxt, yəni ki, nə vaxta kimi bizdə olacaq? Siz yəni ki, nə cavab verə bilərsiniz? Çünki çox adam maraqlanır. Bilirsiniz, burada yanaşma biraz fərqlidir. Bayaq söylədiyim kimi biz söylədik ki, uşaqlarımızı biz idmandan kənarlaşan insanları biz harda itiririk? Onun mən cüzi bir hissəsini söylədim də. İndi siz fikirləşin ki, eləcə də ağır çəkili idmançılarımız, onlarda həm sparring partnyor məsələsi də az olur. Yəni ki, biz millət olaraq bizdə hündürboyluq biraz azdır. Ona görə ağır çəkili idmançılarımız da azdır. Və statistikaya baxsaq görərik ki, və nəticələrimizə baxsaq görərik ki, bizim əsas nəticələrimiz aşağı çəkilərdə və yaxud da orta çəkilərdədir. Çünki orta çəkilərdə bizim rəqabətimiz güclüdür. Rəqabət sıxlığı böyükdür. Yuxarı çəkilərdə azdır. Əgər bir idman zalında orta və aşağı çəkili idmançının 5-6 dənə rəqibi varsa, yuxarı çəkidə bu ağır çəkili idmançının 1 və yaxud da 2 rəqibi var. Bu da tədricən o idmançı rəqabətdə böyümür. Və legionerlər də ən çoxu fikir versəz o çəkilərə gətirilir, böyük çəkilərə gətirilir ki, biz rəqabət sıxlığını düzəldək, formalaşdıraq. Təbii ki, bizdən ötəri və legioner də dəvət olunanda o legioner dəvət olunur ki, düzdür, çox insanlarımız bunu biraz agresiya ilə qarşılayırlar ki, o legionerdir. Amma nəzərə alsaq ki, o legioner də gedib Avropa və dünya olimpiyalarında Azərbaycan bayrağı altında iştirak eləyir və qələbə qazananda Azərbaycan bayrağını qaldırır, Azərbaycan himni səsləndirir. Düzdürmü? Ancaq biz axı paralel olaraq öz idmançılarımıza yetişdiririk. Yəni bilirsiniz, çox adamlar bu məsələlərin bu tərəfini söyləmək istəmirlər. Çünki biraz dediyim kimi agresiya ilə yanaşırlar. Amma biz də çox sevinərik ki, əgər legioner gətirilibsə, onunla paralel bizim idmançı da, bizim məşqçi də, bizim idmançı da özünü inkişaf elətdirsin. Amma çox hallarda mən fikir vermişəm, praktik olaraq yenə də söyləyirəm, legioner idmançı gələndə bizimki daha da həvəsdən düşür. Amma o fikirləşmir ki, bu səndən ötərə gəlib də.
Yəni rəqabətə davamlılığı olmur. Düzdür, təbii ki, olanları da var, amma olmayanları da var. Halbuki əksinə olmalıydı. Bu gərək ona qarşı çıxsın ki, Bəli. mən səndən güclüyəm. Yo, yəqin Bəli. ki, nədən gəlir? Bu vaxta qədər görməyib rəqabəti, öyrəşməyib də o rəqabət aparmağa. Elə gəlirdi gələndə yəqin ki, psixoloji olaraq ona tab gətirə bilmir. Ona görə psixologiya Fərid müəllim demişkən, həm psixologiya da vacibdir, yemək də vacibdir, yatmaq da, idman hər bir şey vacibdir. Varmı sizdə Fərid müəllim indi bu məşqlərdə hansı bir psixoloji tərəf, hansı ki onlara psixoloji bir insan, psixologiya baxan insan Təbii ki, komandanın bu dəqiqə Güləş Federasiyası olaraq yığma komandalarımız hər yaş dövrlərində, hər yaş kateqoriyası üzrə yığma komandalarımız mütəmadi olaraq təlim məşqlərlə təmin olunurlar. Və təlim məşq toplanışlarından sonra beynəlxalq turnirlər biz ki, bunlar mütləq vacibdir. Bir növ biz bunlara test və yarışlar deyirik də. Orada özlərini, səhvlərini görməlidirlər, boşluqları görməlidirlər. Sınaq imtahanı. Sınaq imtahanı, belə deyək. Onunla təmin olunur. Və komandanın bayaq söylədiyim kimi psixoloqu var, komandanın rehabilitoloqu var, dietoloq var. Maşallah. Söylədiyim kimi, yəni ki, doğrudan da komanda hər tərəfli formalaşıbdır. Siz fikirləşin ki, müqayisə kimi deyim, mən 2004-cü biz Olimpiya oyunlarına hazırlaşanda komandanın nə həkimi var idi, nə masajçısı var idi, həqiqətən də. Biz 3 nəfər idmançı Vitali Rəhimov idi, Vüqar Aslanov və mən idim. 3 lisenziyamız var idi və biz təlim məşq toplanışındaydıq Belarusiyada. Təlim məşq toplanışında Belarusların öz masajistləri var idi, hansı ki, istirahət günü onları masaj edirdi. Biz amma üçümüz bir-birimizi masaj edirdik. Biz yəni o vəziyyətdən gəlib olmuşuq Olimpiya çempionu, o vəziyyətdən gəlib müəyyən nəticələr əldə eləmişikdir. Bugünkü ona görə bizim idmançılarımızın mən fikirləşirəm ki, güləşməmək haqları yoxdur. Bu günlərim ölkəmiz, əsasda dövlət başçımız idmana diqqəti qayğısı çox böyükdür. Eyni zamanda Güləş Federasiyası olaraq Federasiyamızın prezidentinin idmana, güləşə diqqəti həddindən artıq doğrudan da böyükdür. Və biz də əsas Namiq Abdullayevdir, vitse-prezidentdir, mən də vitse-prezidentəm, ikimiz də Olimpiya çempionuq və belə bir ortamda və biz güləşçilərimizə hər zaman hər tərəfli dəstək olmağa çalışırıq. Sadəcə qalır onların güləşməsi və deyilən sözlərdən düzgün ibrət götürmələri. Fərid müəllim, hər idman növü illərlə dəyişilir. Ümumiyyətlə judoda təzə qaydalar, voleybolda, futbolda güləş necə dəyişir? Yəni sizin vaxtınızda. İndi daha sürətli, daha çətin. Fərid müəllim dedi də, indi masajistlər də var, psixoloq da, hər O onun dəstək tərəfidir, görünməyən tərəflərdir. Təbii ki, hər bir idmanda olduğu kimi, yəni güləşdə də müəyyən qayda dəyişiklikləri olur. Eyni zamanda bu qayda dəyişiklikləri olduğu halda istər-istəməz məşq prosesləri dəyişməyə başlayır və o qaydalara uyğun məşq prosesləri adaptasiya olur təbii ki. Və onu bildirmək istəyirəm ki, güləş müqayisə eləsə əvvəlkilərdən bəli, güləş sürətlənir. Eyni zamanda bu hər bir idmanda belədir, hər bir idmanda. Və deyərdim ki, daha intensiv olub, daha sürətli olubdur eyni zamanda. Amma əvvəlki tarixə baxsaq, əvvəl fəndlər daha çox tətbiq olunurdu. İndi amma fəndlər görürsünüz ki, biraz daha az tətbiq olunur. O da təbii ki, ustalıq artır. İdmançılarda, ölkələrdə ustalıq səviyyəsi artır. Ondan irəli gələn məqamlar. Amma demək olar ki, qızların da marağı daha. Təbii ki, qızlar öz növbəsində mənim yadımdadır ki, biz legioner kimi biz onu Maria Stadiki biz legioner saymırıq həqiqətən də. Bu günlər biz ki, bizim yeniyetmə qızlarımızı çalışdırır və özü də həqiqətən də mən elə fürsətdən istifadə edib ona da uğurlar arzulayıram. Həqiqətən də mən şəxsən Maria Stadiki izləyirəm. Qonağımızda olub. Əmrci xanım qonağımız. Biz onu legioner saymırıq. O bizim ölkəyə dəvət olunanda Mariyanın 17 ya 18 yaşı heç tamam olmamışdı. 18 yaş tamam olmamışdı. Ancaq bizim adımızdan 4 dəfə Olimpiya mükafatı, 5 dəfə Dünya, Avropa qalibləri, iştirakçısı olmaq bu böyük nəticələrdir. Bu gün də o öz töhfəsini, öz ustalığını bizim yeniyetmələrə ötürür və mən
Doğrudan da çox sevinirəm ki, məhz yeniyetmələrlə işləyir o. Öz təcrübəsində. Öz təcrübəsini Fərid olaraq. müəllim, qarşıdan 2 ildən sonra olimpiada da gəlir. Növbəti olimpiada da belə baxsaq ki, az vaxt qalıb. Komandamızda yetərincə perspektivli uşaqlarımız var, nəticə vermiş gənc uşaqlar var. Ötən olimpiadada düzdür, biraz yaxşı alınmadı nəticə. Yəni çempion gəlmədi güləşdən. Daha öyrəşmişdik, həmişə güləşdən çempionlarımız gəlir. Növbəti olimpiadadan gözləntimiz nədir? Sırf güləş, həm Yunan. İlk növbədə söyləyim ki, Həm siz Azərbaycan idman tarixinə, olimpiya tarixinə nəzər salsaz görərsiniz Ən ki, çox medal güləşlərimiz. ən çox medal güləşlərin Güləşlər. payına düşür və ona görə də xalqımız, millətimiz hər zaman güləşçilərdən Gözləntiləri çox. gözləntiləri çox Bəli, bəli. böyükdür. Düz təəssüflər olsun, keçən olimpiyada bizim qızılımız olmadı. Biz bu idmandır. İdman və elə bir xüsusiyyəti var ki, idmançı yarışa hazırlaşa bilər, bir dənə gecəni narahat yata bilər, onun bütün performansı sərsin düşə bilər və bütün illərlə çəkdiyi əziyyət hamısı heç-heçə gedər. Və 2028 biz Los Ancelesdədir olimpiyaları. Təbii ki, bizim böyüklərdən ibarət komandamızda hər 3 yaş qrupunda hazırlıqlarını davam elətdirirlər. Qarşıda bizi təsnifat turnirləri gözləyir, təsnifat turnirləri olacaq. İlk növbədə bu olimpiya oyunlarına düşmək lazımdır. Ondan sonra medal haqqında fikirləşmək lazımdır. Mən də inanıram ki, əziyyətlər yerdə qalmasın. Biz doğrudan idmançının əziyyəti çox çətindir. Həqiqətən, yəni bəx söylədiyim kimi, görünən, görünməyən tərəflər var. Birisi indi isti yay vaxtıdır, kimsə dənizdədir, kimsə istirahətdədir. Kimsə də məktəbdə sabah yarışa hazırlaşır. Ancaq bizim yarışlarımız, əsas dünya çempionatımız sentyabra düşdüyünə görə, sentyabra, oktyabra düşdüyünə görə idmançılarımız məcburlar ki, bütün yayı təlim məşq toplanışlarında hazırlıqlarda olsunlar. Elə onların nəticə qazanmasa belə, onların elə çəkdiyi əziyyət inandırım sizə nəyə desəz deyər. Təbii ki. Təbii ki, biz də həmişə arzuluyuruq ki, çox sağ olun, əziyyətləri yerdə qalmasın. Və onlarla bir yerdə hazırlaşan heyət var. Onların da əziyyəti yerdə qalmır. Məşqlər korpusu var. Bəx söylədim ki, həkim heyəti var. Bunlar da hamısı komanda hardadır və o heyət də onlarla bir yerdə oradadırlar. Onların da təbii ki, ailəsi var, doğmaları var. Onlar da onların üzünə həsrət qalıblar. Ona görə deyirəm, görünən və görünməyən tərəflər çoxdur. İnşallah əziyyətimiz yerdə qalmaz. İnşallah qalmaz. İnşallah qalmaz. Sən soruşdun, niyə Zaqarı yoxdur idmançılarda? Ha, o da soruşur. Deyirəm idmançı niyə bu ağappaldır deyirəm. Yayın ortasında bu niyə ağappaldır? Şuna deyək ki, sənin kimi verilən bir şey dənizdə deyir, bunlar məşq edir. Və sonda Fərid müəllim, 5 ən yaxşı tarix boyu Azərbaycanlı güləşçi. Fərq eləmir, sərbəst, Yunan. Bəli, Namiq Abdullayev, Rövşən Bayramov. Bəs Çətin sualdır, nəticə verən güləşlərimiz də çoxdur. nəticə verən güləşlərimiz çoxdur. Toğrul Əsgərovdur, Şərif Şərifovdur. Birini də istəyirəm yeniyetmələrdən, indiki nəsildən söyləyim, Həsrət Cəfərov. Həsrət Cəfərov. Əsrə Cəfərov. Həsrət. Güləşlərimiz həddən artıq çoxdur. Nəticə verənlər. Oradan da maşallah çoxdur. İnşallah ki, ondan da çoxlu olsun. İnşallah ondan da çoxlu olsun. Eldəniz. Ki gələn dəfə Eldənizdə niyə olimpisk çəkdi, ona görə mən dediyim əsas olimpiya çəkilər. Eldəniz 55-də. Siz olimpiya medalı qazananlar. İnşallah Fərid gələn dəfə gələndə bütün veriliş gedəcək bu deməyə bu siyahında. Çünki o qədər olacaq çempionlar, o qədər insanlar olacaq ki, güləşlərimiz olacaq ki. Dostlar, görürsünüz, olimpiya çempionu hansı ki, nə psixoloq, nə masajist, nə bilim, yəni gəldilər, özləri oldular. Yəni sözümü ona gətirirəm ki, bu dəqiqə hər bir şərait var. İdmanla məşğul olun. Özdəki belə bir insanlar var, hansı ki, öz təcrübəsini istənilən zaman sizdən də bölüşəcək, düzgün yönləndirəcək və bunu edəcək. Bizim qonağımız isə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Güləş Federasiyasının vitse-prezidenti Fərid Mənsubov idi və bizim gözəl podkastımız, onun aparıcıları Pərvin Qorçu, Emin Əhmədov. Rüfət Xəlaf. Çox sağ ol əzizim. Fərid çox sağ olun ki, qəbul edədiniz bu dəvətimizi, gəldiniz, danışdınız. Həqiqətən də maraqlı oldu. İnşallah ki, bizim izləyicilərimiz də maraqlı olar. Linki yəqin ki, məxtarsınız. O qədər linki, Instagram səhifə, hər şey. Bizdə TikTok da var. Yəni hamısını hər şey.